cəmaatın da yanında, bunların da yanında yer gəlin deyirəm ki, valla ağlı o da dözdü mənə. Hər adam mənə dözəməz. Valla əslində xoşbəxt olmağın da hamısında sirri gəldi nəyə çıxdı? Sevgiyə. Yəni sevgi varsa fədakarlıq var. Bizim bir tədbirimizin devizi belə idi. Sevgi varsa fədakarlıq var. Ailə də aiddir. Fədakarlıq da varsa sevgi var. Gecə, günüz sevgi, fədakarlıq eyni şeydir. Sevgi fədakarlığı qovur, fədakarlıq sevgini qovur. Onlar bir-birini tamamlayırlar. Onu bir-birinə ayırmaq olmaz. Bu mümkün deyil. Nə bilim, biri ürəkdir, biri nə bilim, başdır. Nətər ayırırsan bir-birinə? Ailə bütövdür deyirlər. Müqəddəsdir deyəndə də mənasıdır ki, bunlar bir-birlərinə güzəşt ediblər. Mən arada yoldaşıma da deyirəm ki, məsələn, valla o cəmaatın da yanında, bunların da yanında yer gəlin deyirəm ki, valla ağlı o da dözdü mənə. Hər adam mənə dözəməz. Valla, indi arada məsələn olur da söhbət edirəm. İndi gümüş almışam bunları başa düşün. Cavanlıqda bunları bilmirdim axı. Bir də ki, insan məsələn bir də müəyyən bir yaş keçəndən sonra, bu ayrı mövzudur, qoy bunu da deyim. Özümün də yadıma düşürək. Məsələn, mən həmişə deyirəm ki, bir insan, sən yoldaşlıq edirsən, 5 ildir bir yerdəsən. 5 ildən sonra qayıdıb deyirsən ki, yaxud 1 il olsun, amma heç fərli adam deyilmiş. O deməkdir ki, sən özün fərli adam deyirsən. Ona görə deyirəm, arxada qalan illərinə hörmət eləməyi bacarmayan, əslində dolayısı yolla özünə hörmət eləməyən adamdır. Ona görə gəlin, biz özümüzdən başlayaq. Bəzən deyirik ki, mənim sənə böyük hörmətim var. Amma onun özündən soruşmaq lazımdır. Onun özünə hörməti var, yoxdur. Özünə hörməti yoxdursa, özündə olmayan şeyi mənə necə verəcəkdir? Ona görə bir-birimizə diqqətli olmalıyıq. Hörmətlə yanaşmalıyıq. Hörmətlə yanaşdıqsa, biz böyüyəcəyik, bütövləşəcəyik, birkələşəcəyik. Necə ailədə misal çəkdim, bütövləşməklə var. Əslində dostlarda da bütövləşmək var, kollektivdə də bütövləşmək var. Buna da dəyər deyirlər. Dəyər qatmaq deməkdir. Dəyər qatdıqsa bir şirkət də böyüyür. İnsanlar da böyüyür və xoşbəxt olur.